ətənlər videosunun davamı olaraq bunlardan danışmaq istəyirəm. Kosmetik vəsitələrim qalıb. Golden Rose'un bu pudrası çox bəyənirəm. Anama verəcəm. İçində var, ancaq anam məndən istədiyi üçün ona verəcəm. Şu tuş, Essence və High Sky. High Sky o qədər bəyənmirdim. Essence'i dəfələrlə istifadə etmişəm. Hal-hazırda isə Lux Visage-ın XXL-nə keçmişəm. Fonclarım bərbad vəziyyətdədir. Hər ikisini atacağım. Ayrılan Lux Visage-ın Evolution tonalisidir ki, gündəlik üçün çox rahat idi, yüngül idi. Bu mənim gündəlik çantamda olan qramlıq ətirlərdən bir ətir idi ki, bu da artıq bitib. Ətrin adı isə Secret'dən Bombshell'dir. Çox bəyənirəm bu ətri. Gündəlik üçün, yəni sumka üçün əladır. Su yadımdan çıxıb, keçən dəfə atmamışdım, dibində qalıb deyə siz də bilmirəm mənim kimisini. Garnier'in digər rənginə keçmişəm. Rozu olan quru dərilər üçün, quru və həssas dərilər üçün. Bunun isə dibində çox az qalıb. Yəqin ki, bu dəfə daha göstərməyəcəm sizə. Bir də ki, Eveline-ın bu göz kremi, gözaltı kremi artıq bu isə təmiz bitib.